Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Və davam edirik biz kitabsanı oxumaqla və şeyx buyurur ki, Əhval-i sələf mə'a salət taravih. Sələflərin taravih namazında olan halı. Doğrudan da sələflərin halını bilmək inşallah ki, bizlərə taravihə ciddi yanaşmağa kömək olacaq. Çünki bəzi qardaşlar görürsən ki, subhanallah, ilk günlərdə taravihə həvəsli, taravihi tam-tamına qılır. Lakin günlər ötdükcə taravihlərdə insanların azaldığını və gələnlərin sayının əskildiyini görürük. Bu da yəni sələflərin taravihə olan himməsinin, sələflərin taravihə verdiyi diqqəti, ayırdığı diqqəti bilməməmizdən dolayı olur demək olar ki. Biz doğrudan sələfin ibadətlərə və xüsusən taravihə necə diqqət ayırdığını bilsək, o zaman bizlərə də Allah'ın bu ibadətləri yerində yetirmək asan olar. Və buyurur ki, əmmə halü sələf mə'a salətə taravih fəhvə kəzəlikə halu tayyibətun müşəcciətun fələmmə alimu fadlı qiyamə umumə və fadlı qiyamə leyli xüsusən şəmməru an səvaidil cəddi və tənəfəsə fi qiyamə və salət bəl və ləbbələğə həduhum minəl umri atiyyə. Və deyir ki, sələflərin taravihdə olan halına gəldikdə onların halıdır, çox gözəl və həvəsləndirici bir haldır ki, onlar ümumi qiyama, yəni gecə namazına önəm verər və xüsusən də Ramazanda gecə namazına daha çox önəm verərdilər və hətta və bunun üçün yarışa girər, bir-biri ilə yarışa girərdilər. Bəl vələv bələğə, hətta onlardan bəziləri ömrünün ən qoca vaxtına yetişsə belə. Zəkərə Zəhəbi fi seyri A'lamul Nubala an Valid ibn Ali an əbihi. An Valid ibn Əbidən Zəhəbi rahimehullah öz kitabında Seyr-i A'lamul Nubala kitabında xatırlayır və buyurur ki, Kənə Suveyd ibn Qaflədən rəvayət olunur ki, Allah ona rəhmət eləsin, tabinlərdən olub, yəummunə fi şəhr Ramazan fi qiyam. Yəni, an Valid ibn Ali, an əbihi, öz atasından rəvayət edir ki, Suveyd ibn Qaflə tabin onlara imamlıq edərdi Ramazan ayında. Və qad ətə aleyhi 20 sənə. Və deyir ki, baxmayaraq ki, onun nədir? 120 yaşı vardır. Yəni, subhanallah, bu günlər bizlərin 40, 50 və yaxud da müəyyən bir yaşda olmağımızı özümüzə qoca deyirik və bəzi namazları, taravihini tərk edirik bundan dolayı. Lakin bax, tabinə, Allah rəhmət eləsin, gör necə 120 yaş az bir yaş deyil. Yəni, bu yaşa baxmayaraq, bu yaşda nəinki bu namazları qılmaq, insanlara imamlıq edirdi. Kənə umruhu 120, onun 120 yaşı vardı, insanlara imam durardı taravih namazında. Deməzsə, bu nə idi qardaş, nədən dolayıdır? Şeyx sual verir ki, bu nəyin səbəbindən baş verirdi? Bu iman, bu güc, qoca yaşda bu yəni bu bacarıq li'ənəhu vəcədə həlavəti salət və ləzzətil munəcəti və unsu bil qurbi minəllahi subhanə və teala fəalət himmətuhu və səmmət rəğbətuhu. Və deyir ki, bu deyir namazdan aldıqları ləzzət, şirinlik və Allaha yaxınlaşmaq istəyidir ki, yəni onların himmətin, onların istəyin, onların rəğbətin bu qədər artırırdı, gücləndirirdi. Necə ki, Həsən-ül Bəsr rahiməhullahdan gəlir ki, ləm əcid şeyən minəl ibad əşəddu minəs saləti fi cəvfil. Yəni o deyir əcəddu, yəni ləm əcid, yəni gecə namazından daha gözəl, daha yaxşı bir şey bilmirim. Yəni rahmanullah o qədər gecə namazı ona xoş gələrmiş ki, yəni ondan daha gözəl, daha bir şey bilmədiyini deyir. Yəni edə bilmədi, yəni çox şirin gələrdi. Rahmanullah daha yəni belə deyim möhkəm, daha gözlü hiss edərdi bu anı. Və həmçinin Ansar ibn Yaziddən gəlir ki, Əmərə Ömər ibn Xattab radiyallahu anhu Ubey ibn Kəbə və Təmiməd-Dari radiyallahu anhumə ən yəqumə linnəsi fi Ramadana fəkənə qari'u yəqra'u bil-mi'əyni.
və deyir ki, Ömər radiyallahu anhu Kəb bin Məlik və Təmim Dar radiyallahu anhuma insanlara Ramazanda imamlıq etməyi əmr etmiş və onlar hər biri də 100'er ayə oxuyarmış. Və biz suvarı bimiətinə, yəni surələrdən 100 ayə oxuyar. Hətta kunna na'tamid aləl-asa min tulil qiyam və ma kunna nansarfu illə fi tulil fəcr. Və deyir, bəzi tabirlər deyir ki, nədir? Hətta daha doğrusu həm sahabə həm tabirlər deyir ki, hətta nədir? Gecə, yəni qiyamın uzunluğundan hasalarımıza söykənərdik və hətta imamla bərabər namazı bitirər və bu vaxt isə artıq tulu'ul fəcr, yandan yerinin sökülməsinə az qalardı. Və həzə kənə fi əhdi Ömər, bu Ömər radiyallahu anh vaxtında baş verəndir. Və lakin o başqa bir əsərdə gəlir ki, Əbi Osman Nəhdi əmərə Ömər بثلاثة قراء يقرؤون في رمضان فأمر أسرعهم أن يقرأ ب30 آية وأمر أوسطهم أن يقرأ ب25 وأمر أدناهم أن يقرأ ب20 آية. Ömər radiyallahu anh deyir, 3 imam əmr edir və onların Ramazanda 3 imama oxumağı əmr edir. Və onların ən iti oxuyan, ən tez oxuyana 30 ayə oxumasına və orta oxuyana 25 ayə və ən yavaş oxuyanlarına isə 20 ayə oxumasını da əmr etmişdir. Və həmçinin Ruya Damrat bin Əbi Şuzəb, Damrat bin Əbi Şuzəbdən rəvayət olunur ki, Kənə Əyyub Səxtəni və huvə min təbiyyətəbini يؤم أهل مسجده في شهر رمضان ويصلي بهم في ركعة قدر 30 آية. Və ətbə tabinlərdən olan Əyyub rahimahullahdan rəvayət olunur ki, gördüklərini, daha doğrusu Damrat rahimahullah deyir ki, o öz məscidində Ramazan ayında insanlara namaz qıldıran və hər namazında 30 ayə oxuyardır. Və yusalli nəfsi fi mə beynə taravihayni bi qadrəti, və özü üçün də hər taravih arasında 30 ayəlik namaz qılardı, oxuyardı. Sualun, daha doğrusu sualun liməzə summiyə salatı taravih həzə isim. Nədən dolayı, nə üçün taravih namazı taravih adı ilə adlanmışdır? Taravih adı verilmiştir bu namaza. Li'ənnən nəsə kənu yətəravvahunə kənu yəstərihunə beynə kulli rəkəteyni min tulil qiyam. Ona görə ki, insanlar hər iki rükət arasında qiyamın uzunluğundan dolayı istirahət edərdilər. Fəmə bəlu kəsirin minən nəsi fi zəmanina istəqsəlu salətət taravihə حتى كأنه ثقل على رؤوسهم يريدون إسقاطه وانتهاء منه. بعض الناس يبحث عن أسرع الأئمة صلاة ويفرح بها ويفرح إن وجدها. لماذا? Və buyurur ki, şeyx, lakin bizim devrimizə gəldikdə deyir, insanlara niyə taravih namazı ağır gəlir? Niyə onların yəni başının üzərində ağırdır bu namaz? Niyə görə tez qurtarmaq istəyirlər bu namazı? Niyə görə insanlar ən tez oxuyan imam, namazda ən tez oxuyan imamı axtarır? Və onu tapdıqda sevinir. Niyə görə? Axı sələflər o qədər namazı qılardılar ki, yəni bu namazın 2 rükət namazı o qədər bunlara ağır gələrdi ki, bəzən 2 və bəzən 4-ün arasında istirahət edərdilər. Yəni yorulurlardılar yəni bu ibadətdən. Lakin bu günləri görsən ki, ən az oxuyan, ən qısa surəli oxuyan imamları axtarırlar və həmin məscidlərə insanlar əksəriyyəti üstdür. Li'ənə məşğulun bi təami yəntaziruhu əv rafiqatin təlaibuhu qura əv yusahibuhu zəvcəti əvlədihi ilə suq və hiyə əyyəmun qalail mə'lumatun ma'dudatin yəhdəcül muslimi ən yəqtənimhə. Deyir, ona görə ki, onu gözləyən yemək var, onu gözləyən top oynaması, futbol oynaması üçün dostu var və yoldaşın evladları ilə bazara çıxması var və bu müəyyən günlərdir, sayılı günlərdir, müsəlmana ehtiyacı var bu günləri qənimətə çevirsin. Başqa bir sual verir ki, sual limədə
təqsilu salatət təravih və qiyam. Niyə bizə təravih və qiyam ağır gəlir? Min əkbər təqli salatət təravih və qiyam anin-nas kəsrətü təam al-iftar və müxalifət hədin nəbi sallallahu aleyhi və səlləm hədiyəhu əkməlu hədiyin. Və deyir, ən böyük səbəb odur ki, təravih namazının və qiyamın insanlara ağır gəlməsi çox iftarda çox yemək yemələri və Peyğəmbər s.ə.v yoluna müxalif olmalarıdır ki, və Peyğəmbər s.ə.v yolu isə ən doğru, ən düzgün yol idi. Kənə yəqulu rutubətin fə illəm yecbət təmratin fə illəm yecid hisən səvətin mimmə. Peyğəmbər s.ə.v təzə rutablarla, təzə xurmalarla açar, o olmasa təmli xurmaları ilə açar. Fəilləm yecid, bunu da tapmasa bir qədəh su ilə açar. Yəni burada fərq nədir? Bizə tərcümalı görsən rutab və təmir eyni deyil. Rutab yəni təzə meyvə verən vaxtı deyilir, tazə olanda. Necə ki Məryəm əleyhissalamın Məryəm surəsində gəlir. Allah Subhanahu əmr edir ki, ağacı sirkələsin və təzə xurmalar, rutabən cəni təzə xurmalar tökülsün üstünə. Təzə, yəni xurmanın, yəni ağac deyil. Xurma isə yəni təmir deyilir ona ərəbcən. O isə müəyyən bir mərhələdən keçir xurma olması üçün. Və buyurur ki, Şeyx kənə yəkulu rutubət və buyurur ki, və bədə zəlikə yəzəbü li yusalli məğrib, sonra Peyğəmbər s.ə.v məğribi qılardı. Yəni bu da Şeyx Əmar Rəhməllah da bunu zikr edir. Birinci Peyğəmbər s.ə.v xurma ilə, su ilə, ya təmir ilə açar orucun və sonra namaza gedərdi. Və bəzi adamlar görsən yeyirlər 10-15 dəqiqə, sonra isə namaza dururlar. Xeyr, Peyğəmbər s.ə.v-in hədi yolu bu idi ki, yəni ilk öncə bu xurma və su ilə və hər hansı bu üçdən biri oldu, digdən biri ilə orucunu açar, sonra məğrib namazına gedər, sonra qayıdar, olan şeylərdən yeyər, sonra işa namazının təravih qılınması üçün hazırlaşır. Liyənnəkə izə əsqaltə fi əkli və təam səqaltə aleykə salat. Yəni çox yedikcə yeməkdən, içməkdən ağırlaşdığında namaz da sənə ağır gələcək, bəl yədvankə xuşu və səndən xuşunu aparacaq. Fəzə həlhum mən salatı təravih və qiyam. Bu onların halları namazda və təravihdə və qiyamda olan hallardır. Əmmə sələfə mə'al kərəm və cəhd. Şeyx və sonra sələflərin kəraməti və əl açıqlığı, səxavətli haqqında danışır və bunu da inşallah gələn dərsdə Allahın izni ilə oxuyarıq. Allah Subhanahu dilim Allah Subhanahu eşidib faydalanan etsin. Elhamdülillahi Rabbil